Herkese salam dostlar. Bugün sizlerle taksi videosuyla sizlerle. Ama ki gördüğünüz gibi taksi videosudur. Maşın yoktur. Elimde yine gedirəm maşına benzin tökməyə. Dünən axşam idi. Bilmədim maşının benzini qurtardım, yolda qaldım. Daçıq düzgün göstərmirdi. Ya motoruna neyse oldu. Hoşum maşın xarab oldu. Bilmədim indi benzin qurtarıb ya xarab olub. Attım elə yolun ortasına. Çıxdım gəldim evə, yorğun idim. Səhər saat başda 10'dur. İndi gedirəm də dostumun qarajından şey götürüm, benzin tökməyə. Baçokdur, nə deyirlər onu götürüm, gedim bir 10 litr benzin töküm, görüm xoda gedir ya getmir. Yo gördüm əgər xoda getmədi, onda belə dostuma zəng vurarım, gəlsin mənə bu qüsurunu aparsın qarajına, baxay dərdi nədir. İndi gedirəm ora, gedim maşının yanına çatım, yenə videoyu çəkəcəm. Dostlar, geldim garaja. Görür ki benim dostum usta hələ gəlməyib. Burada bu maşın var. Demək olar ki bu da bizim maşında. Onu dostum üçün almışdım. Ben sürürdüm. Görür ki benim elimde bunun motoru vardı. İndi bunu burada koymuşam, motoru yıkılacaq. Bunda da ponlu bak benzin neyse oldu, video yarıda kesildi. Bunda ponlu bak benzin var idi. Buraya getməmişdən qabaq ponlu bak vurmuştum. Şimdi gözləyirəm oğlan gəlsin, qaraja atsın, oradan götürüm baçoku. Bunun bakından götürəcəyəm. Şoferin qapısını təmizlədim, baçokun burasını təmizləmişəm. İndi bunun bakından benzin götürəcəyəm 10 litr, 15 litr. Ondan sonra gedəcəyəm öz maşınıma tökəcəyəm. Bunun da motor düzəlsə gedib təzən polmu bak vuraram, все. Bu maşının videosunu çəkib paylaşacağım. Rusiyada istəyən olsa bunu koyacağız satışa, bunun motoru yığılıb qutarandan sonra. Burası buna niye perodok gəlib, mənə on maraqlıdır. Bunda böyle perodok yok idi. Maşına bakın. Nədirsə perodoklandı. Geldim, benzini töktüm, benzin indi var. Bir sefer maşının akümulatoru ölüb. İndi də taksi zakaz vermişəm, görüm kimsə götürsə gələk buna prekruzit eləyək. Buna şey olsun. Aha bir nəfər getirdi. Sirri Tigo 7 Pro. Sen buna verənsən. Hoşum indi akümulatoru da 2 dəqiqə prekruzit eləyəcək. Qoy xoda yetsin, все. Bəli dostlar. Tak geldi kardeş. Axır ki xoda saldı. O kardeş geldi. CR7 Pro Max-la benzini töktüm. Xoda yetmədi, akümulator ölmüşdü. Sağ olsun geldi, kömək elədi. Primiska ilə xoda saldı. İndi gözləyirəm maşın biraz qızsın. İndi arendada olsa adam heyfi gəlir. Niyə maşına vurum dağıdım. İndi gözləyirəm bir temperatur qalxsın. 50'ye zada qalxsın temperatur. Baxım neçədir temperatur. Temperatur 41'dir. Bir 9%. Bir 55-50'ye qalxsın. Ondan sonra sürüm gedim Promoy zapravkaya polnu bak eləyim. Ondan sonra çıxay işə. Saat da ki hal-hazırda 11:13. 11:13'ü yəqin ki bir 12'nin yarısı da çıxaram işə. İndi gəldim zapravkaya. Maşını söndürmədim. Söndürürəm koda yetməz. Benzin qiyməti bu videoda 66 rubuldur. İndi bunu polnu bak eləyəcəyəm da bunu saymarıq. Nə qədərdir? Akşam işıqlarından sonra sayarıq. İndi bunu polnu bak vurum. Bu getsin. Ondan sonra gedim evə bu aldığım baçoku zada qoyum. Ondan sonra çıxacağım işə. Bugün bilmirəm neçə saat işləyərəm. Axırıncı videoda qardaşa demişdim ki 12 saat işləyəcəyəm. Bugün nəysə alınmayacaq. Amma ki sabahda vlog çəkəcəyəm. Birisi gün haçan işə çıxsam onda 12 saat işləyib onu paylaşacağım. İndi qoy bir dənə bu qutarsın. Pulunu verim gedim. Sonra indi çıxdım evdən 11:54 çıxıram sədə. Görək ilk sifarişimiz haçan gələcək. İndi yavaşdan gedirəm Ploşada. Gedirəm orada qalam, gözləyəm sifarişləri. Bu gün bir normalda saat 9-sun zaten çıxırdım. Bu gün özünüz də az çox gördünüz. Saat 12 için çıxa bildim ancaq. Baxıram, bizdə burada dəyişiblər. Əvvəllər 20 dən zayafqa 1400 rubl idi. 35 dən zayafqa 2500. İndi götürüblər 40 dən zayafqa qoyublar 1700 rublə. Mansikorskada 40 dənə zayafqanı kim eləyə biləcək ki, gəlsin buradan 1700 rubl pul götürsün. Elə görürəm da heç bu qayılar oradan çıxdı. Elə görürəm heç bundan sonra şeydə adan söz deyim, Mansikorskada işləməyə sərf eləməyəcək. Ancaq gedib Murmanskda işləmək lazımdır.
ilk sifarişimi tamamladım. Bu qaqaşı getirdim. 4 dəqiqə 24 saniye. 175 rubl. İndi yenə qayıdıram sentra. Bu gün neyse sifarişdə yoxdur, sakitçilikdir. Qayıdıram sentra, gözləyirəm növbəti sifarişlərimi. Sabah Murmanskaya gedəcəm maşını düzəltdirməyə. Aşın verəcəm arendatora. Şurus yəndə hədə o təkərin içində fırlanan. Bilmirəm bizim dildə nədir, ona görə yalandan basıb bağlamaq istəmirəm. O dəyişilməlidir. Razval olunmalıdır, plyonka vurulmalıdır, far lampoçkaları dəyişilməlidir. Bir də başqa nəysə var idi, yadımdan çıxdı. Onlar olunmalıdır. Ona görə sabah işləməyəcəyəm. Birisi gündən ola bilsin ki, səhər tezdən çıxaq. Gedək Murmanskaya, orada başlayayım işləməyə. Çünki Manchegorski belə olsa əgər sərf eləməyəcək. Dostlar, növbəti sifarişdə 4 dəqiqə 38 saniyə 188 rubl. Bunu da bitirdim. İkinci sifariş də bitdi. Sizə çox təşəkkür eləmək istəyirəm. Bundan qabaqki videonun altına yorum yazanlar. Üzrü sayın, adlar yadımda qalmayıb, kimlər yazmışdı. Amma belə yadımdadır, kim olduqlarını bilirəm. Prosta adlar yadımda qalmayıb. Çox gözəl yorumlar gəldi videonun altına. Doğrudan da mənə çox gözəl motivasiya oldu. YouTube'a qayıtmaq üçün belə deyim, mənim bir səbəbim oldu. Hər birinizə ayrı-ayrı çox təşəkkür edirəm. Çox sağ olun, var olasınız, yaxşı ki varsınız. Bundan sonra mən də əlimdən gəldiyi qədəri ilə çalışacağım. Həftədə minimum ən az 3 dənə video çəkim, paylaşım. Hər birinizə bir daha çox təşəkkür edirəm. Növbəti sifarişim, bunu gətirdim dağa, dağdan sürüşməyə. 10 dəqiqə oldu, 263 rubl. Buradan da şəhərin mənzərəsi belə görsənir. Normalda bura mən sifariş götürmürəm, görürəm ki adres burada. Sırazı atmeni teliləm, yol pisdir deyə. Elə gəldim, vurdum ki ünvana çatmışam, adresi gördüm. Müştəri gəldi, oturdu maşını atmeni teliyənmədim. Ona görə məcbur gətirdim. Amma gördünüz ki 10 dəqiqə yol 263 kilometr 263 manat yox, rubl sərf eləmir. Amma ki hal-hazırda 3 dənə sifarişi tamamlamışam. İndi görək saat neçəyə qədər nə qədər işləyəcəyəm. Bəli dostlar, 4-cü sifarişi də bitirdim. Təxmini 5 dəqiqə çəkdi. Yadımdan çıxmışdı, mən vlog çəkirəm. Onu sizə göstərmədim. 4-cü sifarişin summası da oldu 193 rubl. Saat 13:31. Bu gün nəysə çox sakit keçir. Bu gün biraz öz işlərimdə var, sözün açığı. 1-2 saata yəqin ki gedəcəm öz işlərimin dalıyca. 1 saat 2 saat onları həll eləməliyəm. Ondan sonra yenə çıxacam taksiyə, saat 10-a qədər 11-ə qədər işləyəcəyəm amma bu günləri axşam. Çünki sabah işləməyəcəyəm, sabah Murmanskda olacağım. Bir də birisi gün işə çıxacağım. Ona görə bu gün saat 10-11-ə qədər işləyəcəyəm. Sabah səhər 9-sun çıxacağım. Eləyə bilsəm, sabah onsuz dostumla olacağım. Sabah da vlog çəkəcəyəm ki, bəlkə maraqlı nələrsə oldu. Növbəti 5-ci sifarişimiz 12 dəqiqə 50 saniyə 236 rubl. Hələ orada 6 dəqiqədə gözləmə olub. 6-7 dəqiqədə gözləmə olmuşdu. Ona görə belə gəldi, summa çıxdı. İndi hal-hazırda bu sifarişi bağladım. Qayıdıram sentra, zakaz gözləməyə. Bəli dostlar, bu xanımı gətirdim Alengorskiyə, bizdən 35 kilometr, 33 dəqiqə, 31 saniyə, obşi summa 1309 rubl, buradan da təxmini 250 rubl, zat belə 250 rubl ola bilsin biraz da çox, komissiya çıxacaq, başlı 1050 rubl mənə qalacaq, bu sifariş çox yaxşı oldu, arendan pulu demək olar ki uca çıxdı. 906 burada var, 1000 rubl da ödüsü 1906 rubl. İndi qaldı benzin pulunu çıxartmaq. Ondan sonrası da ki Allah kərimdir. İndi mən qayıdıram Manchegorskiyə. Buradan orada zakaz tutmayı çox çətindir. Ona görə çıxalıb gözləməyəcəyəm. Saat 15:17 Manchegorskiyə qayıtmışam. 2030 rubl balansımda var idi. Bu sifarişlə 4 dəqiqə çəkdi, 183 rubl. Hal-hazırda sistemi bağladım. Öz işlərim var, 1-2 saatlıq təxmini. O işlərimi həll eləyib təzədən çıxacağam setə. Yenə başlayacağım işləməyə.
Bəli dostlar, saat 16:53 çıxdım setə. Başda təxmini 1-2 saat işləmədim. İndi axşama qədər dayanmadan işləyəcəm. Sözün düzü altından döyüləm. Prosta evə getməyə tənbəllik eləyəm. Bir evə get, yemək ye, çıx. Uzun məsələ deyil. Axşama qədər işləyəm. Ondan sonra bir dəfəlik gedəcəyəm evə. Bəli dostlar, 8-ci sifarişimi də bitirdim. 6:37 178 rubl. Normalda bu sifariş olmalıydı 3 dəqiqə. Qızı götürmüşəm. Biraz fikrim başqa yerdə idi. Fikrim yolda dördü. Belə bir çıxdı, elə bir sözüm çıxdı, fikrim qızdaydı. Obşum, ağlımda başqa şey var idi, elə deyim. Şəhərin yarısını getmişəm, Komsomolskaya 38-i, oxumuşam Leningradskaya 38. Bu da soruşmur ki məndən, biz hara gedirik, bəlkə başqa yerə mi aparıram səni, biz soruş da hara gedirik. Getmişəm, çatmışam o adresə, görürəm orada yazıb 2 kilometr, deyirəm 200 metr olsa boşa gelim, 2 kilometr nədir? Bir də təzədən orada oxuyuram ki, Komsomolskaya 38. Aha, növbəti sifarişlə gəldi, Spraytyanaya 22, oradır. Götürüm onu, gedirəm bu müştərini götürməyə. Bəli dostlar, 9-cu sifarişdə 5.40 saniyə, 5 dəqiqə 40 saniyə, 194 rubl. Bu oldu nağd pulla. Valla burada nağd pul heç bizə sərf eləmir, ən yaxşısı kartdır. Izdat qaytarmaq yox, nə bilim, onu eləmək yox, gəlir kart, oradan da çıxartırsam şey. 9-cu sifarişimi də bitirdim. Bu gün də 20-dən zayıf qazat eləyib, ondan əlləşəndə saat 10-a qədər işləyəcəm. Nə oldu, Allah bərəkət versin. Maşın da sınıqdır, sözün düzə işləmək istəmirəm. Maşın sınıqdır, indi bu maşının şurusu hardasındadır. Allah eləsin, bir dən sabaya qədər çatsın, gedim Murmanskaya çatım, arendatora verim, onu dəyişsin. İndi gedirəm Ploşada, buradan 100 metr, 150 metrdə, orada qalıb növbəti 10-cu sifarişimi gözləyəcəm. Bəli dostlar, 10-cu sifarişimi də tamamladım. 204 rubl də nağd oldu. Bu sifarişim də 10 dəqiqə yadımda qaldı, bu dəfə yadımdan çıxmadı. Saat da ki 17:47, 6-ya qalıb 13 dəqiqə. Həmişəki kimi mən bu gün nəysə istəmə başlayım, kayıfdayım. Video çəkmək yadımdan çıxdı. Növbəti sifarişim 200 rubl oldu. 11-ci sifarişim təxmini bir 6 dəqiqə falan çəkdi. Belə bir şey. 11-ci sifarişimi də bitirdim. Bəli dostlar, bu Voyenni şəhərə gəldim. Bizdən 12 kilometr 10 dəqiqə oldu. Marşrut 421 rubl. Bu mənim oldu 12-ci zakazım. İndi təzədən buradan qayıdıram arxaya. Mansikorski. Xanımlar və bəylər, belə bir şey oldu. Saat 18:50 üstü. Hamıdan üzr istəyirəm. Bu gün nəysə işləyənmədim taksidə. Bugünkü taksi vlogu yox, günlük vlog kimi bir şey oldu. İndi işim var mənim, getməliyəm ona görə. Bu gün işlədim 3215 rubl. Təxmini bir 600 saymıram, 14 litr də benzin getdi. 14 litr benzin nə qədər eləyir? 10 litr 660 rubl, 4 litri deyək 240, 260. 900 rubl opşa deyək benzin. 1700 də bu. 900, 1700, 2800. Opşun bugün 400 rubl pul qazandım. 400 rubl də bizim pulla 4 manat. Xərclədiyim pulları hesablamasaq 400 rubl qabağa yemək. Onları da hesablasaq 400 rubl xeyli ziyandayım. Boş şeylərdə olan şeylərdə. Prosta maşın təkəri belə dediyə çox da rahat işləyəmirəm. Allah eləməsin bir yerdə qırılsın, ondan sonra bu kusurzadələ apar, gətir. O biraz baş ağrı olacaq. Siz də bir də sizdən söz soruşum. Mən zakazı götürəndə də onları videoya çəkim, yoxsa ancaq zakazı qutarandan sonra o summaları görsədim sizə, onu da yazarsınız. Videonu izlədiyinizə görə hər kəsə minnətdarlığımı bildirirəm. Yorum yazıb, like ataraq, bir də abunə olaraq mənə dəstək olsaz çox sevinərəm. Gələn videolarda görüşmək üzrə, hələlik.